Salam, hər vaxtınız xeyir. Romantik həndəsədən düz xətlərə aid 9-cu məsələyə baxaq. 9-cu məsələdə deyilir, A və B nöqtələri verilib. AB parçasının orta nöqtəsindən keçən, ona perpendikulyar olan düz xəttin tənliyini yazın. Şəkli burada çəkmişəm. Şərtə görə deyilir ki, AO məsafəsi OB-yə bərabərdir və düz xətt AB parçasına perpendikulyardır. Həmin o düz xətti el hərfi ilə işarə etdim. Əvvəlcə biz O nöqtəsinin koordinatını tapaq. O nöqtəsi AB parçasının orta nöqtəsi olduğundan O nöqtəsinin koordinatları A və B nöqtələrinin uyğun koordinatlarının cəminin yarısına bərabər olacaq. Yəni A bərabər olacaq 2 üstəgəl 3 bölünsün 2 5 böl 2 B bərabər olacaq -3 üstəgəl -5 böl 2 -4. O nöqtəsinin koordinatlarını tapdıq. 2-də 5 və -4. El düz xəttinin tənliyini yazmaq üçün onun bucaq əmsalını bilmək lazımdır. El düz xəttinin bucaq əmsalını tapmaq üçün əvvəlcə biz A və B nöqtələrindən keçən düz xəttin bucaq əmsalını bilmədik. Niyə? Ona görə ki, əgər iki düz xətt bir-birinə perpendikulyardırsa, tutaq ki, birinin tənliyi y bərabərdir K1x plus B, digərinin tənliyi y bərabərdir K2x plus C. Beləcə bir-birinə perpendikulyardırsa, onların bucaq əmsalları arasında belə bir münasibət var. K1, K2, -1 olmalıdır. Deməli, biz A və B nöqtələrindən keçən düz xəttin bucaq əmsalını bilsək, el düz xəttinin bucaq əmsalını da tapa bilərik. Əgər düz xəttin iki nöqtəsi məlumdursa, onun bucaq əmsalı K bərabərdir y2 çıx y1 bölünsün x2 çıx x1. Bizim bu düz xəttə, yəni A və B nöqtələrindən keçən düz xəttə x1, y1, x2, y2. -5 çıx -3, -5 çıx -3 bölünsün x2 oldu. 3 çıxılsın 2. 3 çıx 2 bərabərdir -2 bölünsün 1, yəni -2. El düz xəttinin bucaq əmsalını K iştirik ilə işarə etsək, K iştirik vurulsun -2 bərabər olmalıdır -1-ə. Onda K iştirik bərabər olacaq 1 bölü 2-yə, 2-də 1. El düz xətti həm də O nöqtəsindən keçir. Şəkli burada çəkək. Tutaq ki, bu el düz xəttidir. O nöqtəsindən keçir. O nöqtəsinin koordinatlarını tapdıq. 2-də 5 və -4. Bucaq əmsalını da tapdıq. Düz xəttin bucaq əmsalı tənliyi bu cürdür. Y çıx y0 bərabərdir K vurulsun x çıx x0. Yəni x0 y0 nöqtəsindən keçən və bucaq əmsalı K olan düz xəttin tənliyi bu şəkildə. Bizdə də x0 2-də 5-dir, y0 isə -4-dür. y0 -4-dür. Bu tənliyi yazmağa çalışaq. Y bərabərdir. Buradan y tapsaq, bərabər olacaq K olsun x çıx x0 üstəgəl y0. Y bərabər olacaq. K'mız 2-də 1-dir. Vurulsun x çıxılsın x0. Yəni 5 böl 2. Üstəgəl y0. Y0'mız isə -4. Y bərabərdir 2-də 1 qız çıxılsın
5 böl 4 çıxılsın 4. Y bərabərdir 2-də 1 x çıxılsın 21 böl 4. El düz xəttinin tənliyini yazdıq. Keçək 10-cu suala. 10-cu sualda deyilir. Üçbucağın iki təpə nöqtəsi verilib, onun hündürlüklərinin kəsimi nöqtəsi verilib, hündürlüklərinin tənliyini yazın. Ötən videolarda demişdik ki, əgər düz xəttin iki nöqtəsi məlumdursa, onun tənliyini yazmaq olar. Burada hündürlükləri H1, H2 və H3 ilə işarə etmişəm. H1 düz xəttinin tənliyini yazmaq olar. Həmçinin H2-nin də. Çünki onun iki nöqtəsi məlumdur. A və H nöqtəsi məlumdur H1 düz xəttinin. B və H nöqtələri məlumdur H2 düz xəttinin. Bunlardan birinin tənliyini yazacağım, digərini özü yaza bilərsiniz. İki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə. X çıxılsın. H1-in tənliyini yazıram. H1. X çıxılsın. X1 olsun -1. Bölünsün. X2 olacaq 5. Çıxılsın. -1. Bərabərdir. Y çıx. Y1 5. Bölünsün. Y2 çıxılsın. Y1 -3 çıx 5. X üstəgəl 1 böl 6 bərabərdir. Y çıx 5 böl -8. 2 ixtisarı varsa 3 qalır. 2 ixtisarı varsa -4 qalır. Çarpaz vursaq 3y çıx 15 bərabərdir. -4x çıx 4. 3y bərabərdir. -4x üstəgəl 11. Y bərabərdir. 3-də 4 -3-də 4x üstəgəl 11 böl 3. H1 düz xəttin tənliyini yazırıq. H2-ni özünüz yaza bilərsiniz. Keçək H3 düz xəttinin tənliyini yazmağa. H3 düz xəttinin tənliyini yazmaq üçün onun bucaq əmsalını tapmaq lazımdır. Çünki keçdiyi bir nöqtə var. H nöqtəsi var. Bucaq əmsalını tapsaq, H3 düz xəttin tənliyini yaza bilərik. 9-cu sualda dedik ki, əgər iki düz xətt bir-birinə perpendikulardırsa, onların bucaq əmsalları arasında belə bir münasibət var. K1 vur K2 bərabərdir -1. H3 düz xəttinin bucaq əmsalını tapmaq üçün A və B nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapmaq lazımdır. Bunun üçün K1 ilə işarə edək, həmin A və B nöqtələrindən keçən düz xəttin bucaq əmsalını. Olacaq Y2 çıx Y1 bölünsün X2 çıx X1 bərabərdir. Y2 olacaq 2 çıx 5 2 çıx 5 bölünsün X2 çıxılsın X1 3 çıxılsın 1. Yəni üstəgəl 1 bərabər olacaq. -3 böl 4 -4 böl 3. A və B nöqtələrindən keçən düz xəttin bucaq əmsalı -4 ölçüdürsə, -4 ölçü vurarıq. H3 düz xəttinin bucaq əmsalını K2 ilə işarə edək. Vurulsun K2 bərabər olmalıdır -1-ə şərtə görə. Bu münasibətə görə. Buradan K2 bərabər olacaq nəyə? Müsbət 3-də 4-ə. H3 düz xəttinin keçdiyi bir H nöqtəsi var. O bizə verilib 5 -3 nöqtəsidir. Bucaq əmsalını da 3-də 4 tapdıq. Düz xəttin bucaq əmsalı tənliyini yaza bilərik. 9-cu sualda dediyi bu tənliyi necədir? Y çıx Y0 bərabərdir. K vurulsun X çıx X0 şəklində. Y bərabər olacaq nəyə? Buradan da Y desək tapsaq, K
K x sıx x0 üstə gəl y0. Y bərabər olacaq bu tənlik üçün. K-mız 3-də 4 vurulsun. X sıx x0 5 olacaq. Y0 mənfi olacaq. X sıx 5 üstə gəl y0. Yəni mənfi 3. Y bərabərdir. 3-də 4 x sıx 20 bölü 3 sıx 3. Y bərabərdir. 3-də 4 x sıx 29 bölünsün 3. H3 düz xəttinin də, H3 hündürlüyünün də tənliyini yazdıq.